Qubanın bəzi ərazilərində yolların yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Bu barədə Şimal Newsa müraciət edən sakinlərin sözlərinə görə, rayonun Əlibəy Qışlaq kəndində təxminən 20 il əvvəl çəkilən asfalt örtüyü hazırda demək olar ki, tamamilə dağılıb. Bildirilir ki, yolda dərin çuxurlar yaranıb və hərəkət zamanı avtomobillərin təkəri çuxura düşür, nəqliyyat vasitəsinin askı sistemi zədələnir. Bu da maşın sahibi üçün əlavə xərc deməkdir. Oxşar problem Quba şəhərinin Nizami Gəncəvi küçəsində də müşahidə olunur. Bura Nizami küçəsidir. Burası da təzə planlarda evlər tikilmiş. Bura yağış olanda burada maşın keçirmək mümkün deyil də. Baxın, belə bir vəziyyət yaranır burada. Burada yağış yağdı, heç keçirmək mümkün deyil. Bu yolun o başına kimi Nizami küçəsinin asfaltı ilə o evlərin axırına olan məsafə 100-150 metr məsafədir. 2 dəfə icra hakimiyyətinə məktubla müraciət eləmişik. Məktuba cavab gəlib baxılacaq, amma heç bir şeyimiz yoxdur. Digər bir problem isə Quba şəhərinin Dəvədabanı yaşayış masivində yaşanır. Sakinlərin sözlərinə görə, burada yolun asfalt örtüyü demək olar ki, tamamilə dağılıb. Yağışlı havalarda yolda yaranan dərin çuxurlar su ilə dolur və nəticədə həm piyadalar, həm də avtomobillər üçün hərəkət etmək çətinləşir. Onlar bildirirlər ki, avtomobillər tez-tez çuxurlara düşərək zədələnir. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində indiyədək hər hansı tədbirin görülmədiyini bildirirlər. Quba sakinləri yolların tezliklə təmir olunmasını tələb edirlər.